Herkese salamlar kanalımıza hoş gelmişsiniz. Bu günlerim çoxdandır ya 4-5 aydır ki video atmıram. Video giriş belə yadımdan çıxıb. Hətta abunəm, yəni 50 neçədən çox abunə düşüb aşağı. Onların hamısını qalxsızdan yavaş-yavaş yuxarı. Nəysə, necəsiz, nə var, nə yox, sizdən baba, beləsinə oğlar gedir ha, o qədər darıxmışam, yəni, haçandır kamera qarşısında oturub video çəkiyorəm, ona görə, yəni, bilmirəm də, beynimi itirmişəm də mən. Gördüyünüz kimi, axırıncı videomu 2025-də paylaşmışdım, dəyişilmişəm, təzə stil, təzə saat, təzə yaş, zor dedim ha, təzə stil, təzə saat, təzə yaş, təzə telefon. Hər şey dəyişmişəm, artıq video gəlmişəm benim başında. Amma YouTube'u bırakmamışam. Çünki bir ara vermişdim. Çünki özümlə lazımsızları həyatdan çıxartdıq, təzələri saldıq. Nə bilim, necə deyim mən sizə. Hər şey yoluna qoyduq, artıq YouTube'a döndük. Deməli, bu günlərim sual-cavab video çəkəcəm. Videomuzu keçməmişdən əvvəl kanala abunə olun, video like atın və bu videoya axıra qədər baxın ki, uşaqlar. Abunəmiz geri dönsün. Artıq geri dönmüşəm. Hər dəfə deyirəm ki, sabah video çəkim atım kanala, sabah çəkim atım, sabah uzanır gedir bir ay. İstəyirsə yorumlara yazın, yorumlar açıq olacaq. Kanala abunə olun, video like atın. Instagramdan takip edin. Orada da maraqlı şeylər paylaşacağam. Keçək videomuza. Deməli uşaqlar, sual-cavab video çəkirəm. Çoxdan çəkmirəm deyə bilmirəm necə danışıram. İlk suallarımızdan başlayırıq və siz də burada görəcəksiniz. Nəysə, başlayaq. Pul kazanırsan, yoxsa kazanmaq istəyirsən, hal-hazırda pul kazanmıram. 1000 abunə tamamlamışam, düz prosta saat var, o saatı tamamlamalıyam. Və bunu da tamamlamaq üçün siz video axıra qədər baxmalısınız və mən isə hər gün video paylaşmalıyım, yox, çox video atmalıyam. Kazanmaq istəyirəm təbii ki də, yəni kim istəməsi durduğu yerdə ona pul gəlsin, əziyyətinin qarşılığını alsın. Mən bu işə pula görə başlamamışam, yəni bu işi mən sevirəm və məşhur olmağa görə başlamışam. Və bir də Azərbaycan YouTube'un populyar eləməkdə, yəni məşhur etmək. Düzdür, mən hələ abunə olmazdı, amma qalxacaq da kim birdən-birə başlayıb, kim 100-dən başlayıb, hala, bax, tut ilkindən, nə bilim, Zefsdən, ondan, bundan, hamısı 0 abunə ilə başlayıblar, amma indi abunələr çoxdan gedə biz kəşfə sayıdını atırsan, yoxsa Paputu, mənət və kəşfə sayıdını atırsan. Məsələn, bu videonun 9-un 10-da paylaşacaq. Niyə? Çünki həmişə o vaxtda atıram kanala ki, izləyicilər video baxsın. Rahat evdə olsun, çoxdan video atmıram. Hansı fənli məktəbdə yaxşı bilirsən? Mən heç birin. Bir dənə idman dərsin bilirəm, amma heç ona da girmirəm demək olar ki. Mırta gedim, mırta gəlirəm. 10 dönə suala yazırlar. Qaqa, harada yaşayırsan? Yasamal? Bəli, Yasamal. 28-dən köçünü prosta 28-də qalmağı daha çox istəyərdim. İmişli yoxsa Bakı? Məncə hamı öz rayonu seçərdi, ona görə İmişli. Amma rayonu belə hamı Bakını belə seçir, mən rayonimi seçəcək qədərəm. İmişli buradan göçəb, İmişli də toplama video gəldi. Ən sevdiyim mahnı hansıdır? Hal-hazırda ən sevdiyim mahnı en derine bir də ki, bilmirəm, yadıma deyil. İdmana gedirsən, istəyərsən, hal-hazırda getmirəm, amma təbii ki də getmək istəyərəm. Gedəcəm də yaxınlarda inşallah. Yay gözləyirəm, yay sıxmışam, yay çox bomba, idman vlogsa hər şey gələcəkdir. Yayda vlogların dibi gələcək. Yayda video 1 saniyə qoysam, məndən ən sevdiyin insan kimdir? Yo, sənin sevdiyin qız tipi necədir? Nə bilim, yəni xəsiyyəti yaxşı olsun, mənə gözəlliyi önəmlidir. Ən sevdiyin insan kimdir? Ən sevdiyim insan tabii ki də anamdır. Axırıncı dəfə nə vaxt quruzda olmuşam və səbəb. Axırıncı dəfə 2025-də quruzlamışam. Səbəb də odur ki, quruza nəyə görə düşürəm? Yəni, rus sektor yoxsa az sektor və niyə? Az sektor, çünki məsələn, bax, siz az sektorda, mən az sektorda oxuyuq, niyə axı rus sektorunu seçim də? Yəni, normal bir şeydir bu. Axırıncı dəfə, gələcəkdə harada oxumaq, yaşamaq istəyərsən. Oxumaq istəmirəm. Prosta, əgər oxumaq lazım olsa, Amerikada oxumaq istəyərəm. Yaşamaq da ki, Moskva bir də Amerika. Yəni, olan ikisini çox sevirəm. Keçək, o birisinə, Nuray i5Z. Salam qaqa, mənim suallarımdır, buyur. Siqaret çəkirsən, yoxsa heç olmasa bir dəfə sınamsan. Hal-hazırda çəkməm, uşaqlıqda sınamışam, bəli. Kiməsə aşıq olmuşsan, olmuşam. Ad günün nə vaxtdır? 14 avqust, yəni yayda, məktəb bağlanan sonradır, kefdir. Ad günün, hansı məktəbdə oxuyursan? 167. Məktəbdə çox adamla dostsan. Yox, demək olar ki, məktəbdə 2-3 dənə dostum var. Məktəbə gedirəm ki, dostum da olsun. Geçsəm belə olmağı istəmirəm. Məktəbdə ən sevdiyim və ən sevmədiyim fən hansıdır? Ən sevdiyim yəqin ki, şey olardı, o. Fiziki tərbiyə, idman. Ən sevmədiyim bilmirəm. Gəl oturaq səhərə qədər düşünək. Neçə dəfə aşıq olmuşsan? Həyatımda cəmsi 3 dəfə.
Neçə yaşım var? Mənim 13 yaşım var. Hüseyn, ürəyim səni. Öpürəm Hüseyn. Videoda da görərsən ürək. Yəni belə deyim ki, mən harda qalmışdım? Neçə də aşiq olmusan? Neçə də aşiq olmusan? Yəni hə, bu 13 yaşım var, hətta 14 olacaq da. Bu 7 ildə, yox 13 ildə cəmsi 3 dəfə aşiq olmuşam. Amma bu ikisi mırt idi, yox. Bu ikisi mırt idi. Birin 2025-də çox ciddi aşiq olmuşdum. Prosa atdılar da baba yerlər. Keçək. Ən gözəl sevgin hansı ildə olub? Ən gözəl sevgim 2025-də. Sevgilim olmuyor, bu proses sevmişəm də. Ən yaxın dostunun adı nədir? Mənim ən yaxın dostum İmişdidədir. Başda qohumlarımdır. Yəni Əkbərlə Ramal, onlar da hətta mənim ürəyimdir. Öpürəm bunları. İmişdən də ki, qardaş dedim uşaqlar. Hüseyindən Elçin. Hətta indi seçmişdim. Mənim TikTokdan video atdı. TikTokun axotum olsa qoyacam bura baxarsın. Rus üstündən nəsə deyib. Privetdən başqa heç bir şey bilmirəm. Onu da düzgün demirəm bəlkə də. Bakıdan çox yerdə gəzirsən axşam. Bakıda 28-də qalanda ən çox şəhəri gəzirdim. Prosta yasamalı deyəm deyə yasamadan çıxmıram. Ancaq Xırdalan, Xətai, Əhmədli belə yerlərə fırlanıram. Axşam. Bakı neçənci ildə köçmüsən? 2021-2022. Məktəbdən çıxmaq istərdin. Nətər? Baba, istəyirəm mən nəsə eləyim ki, məni belə çıxartsın, atsın, heç bir məktəbdə məni götürməsin də. Keçək abırsı. Ən çox hansı dostunla vaxt keçirirsən? Ən çox hansı dostumla vaxt keçirirəm oğlum? Ramanla Əkbər mənim xalım oldu Bakıda. Rayonda olanda hamı ilə vaxt keçirirəm. Prosta Bakıda mən Ramanla Əkbərdir. Yəni mənim elə dostlarım varsa Bakıda çıxanmırlar da. 8-də 9 oxuyurlar. Məndən hətta böyükdülər. Amma çıxıb gəzənmirlər. Yəni icazə vermirlər. Yəni kişini bilə kişi kimi böyütmək lazımdır. Da evdə oturub arvad kimi yox. Nəsə yəni Ramanla Əkbərlə gəzirəm. Qohumlarımdan mı qardaş deyir də bir-birimizə. Bir gündən ələ edirsən, bir gündən ələ edirəm. Yəni bununla bağlı vlog çəkərəm. Niyə belə danışdıq videosunu gətirir 9 dəqiqədə də elə 1 2 3 sual qalıb hamısında da 10. Adın Rafael olmasaydı, nə o yo deyən. Video niyə gec gəlir? Burası yaddan çıxdı. Video niyə gec gəlir? Video niyə gec gəlir? Onu da deməliyəm. Video niyə gec? Nə bilmirəm, video niyə gec? Hə, axıtım olmurdu paylaşmağa ona görə. Bir də adın Rafael olmasaydı nə olmasını istəyərdim və niyə? Və niyə? Adın Rafael olmasa nə olmasını istəyərəm. Bilmirəm, əgər oturaq düşünə buradan. Yəni türk adlarından birini qoyaram mən. Azərbaycanda da var sevdiyim, amma türk adlarından qoyaram. Böyüyəndə xəyalın nələrdir? Hansı peşədə yer almaq istəyirsən və niyə? Böyüyəndə xəyalın bərabər olmaqdır. Peşədə yer alsam maksimumu bərabər alaram da. 2 sonra özünlərdə görsən, 2 sonra mənə neçə yaşım olur? 16, 17, 20. Azərbaycanda harda görəcəm? Bakıda. Keçək öbür sualımıza. Sevdiyin həftə gün hansıdır və niyə? Sevdiyim hamının axırını niyə qoyur axı? Sual işarəsi qoyun cavablandıracağam da olsa. Sevdiyin həftə gün hansıdır və niyə? Yenə niyə? Sevdiyim həftə məncə bazar günü olar da. Sevdiyim həftənin günü bazar günüdür. Həftə günü hansıdır və niyə? Bazar günü. Çünki evdə olar. Hansı ilə qayıtmaq istərdin? 2017, 2018. Sevdiyin söz hansıdır? Sevdiyim söz. Hər kəs alınızda kanalımıza xoş gəlmişsiniz. Bu günlərim qarşınızda Rafael Quliyev var. Amerika sevdiyin türk serialları hansıdır? Sevdiyin türk serialları Eşref Rüya, Yeraltı. Amerika seriallarına baxırsan, əgər hansılara baxmıram. Videolar niyə bu qədər nadir çıxır? Nadir nədir? Nadir. Stilini və saat düzümünü dəyişmək istəyərdin. Yox, çünki mənim hər zaman istəyirəm. Zordur. Yeni dostlarımla video olacaqmı? Yeni dostlarımla video olacaqmı? Pizza videolarındakı dostlarımla yox, amma o birisi dostlarımla bomba kimi olacaq. Ətrafını dəyişmək istəyərdim. Məktəb tərəfdən heç elə insanlar var, tanımaq belə istəməzdim, amma çox təəssüf tanıyıram da. Sevdiyin yemək hansıdır? Bilmirəm, gəl oturaq düşünürəm, mən çox yemək sevirəm, ona görə bilmirəm. Siqaret çəkmə münasibəti necədir? Siqaret çəkmə münasibətim 18 yaşdan aşağısansa çox pisdir. 18 yaşdan yuxarısansa o sənin öz qərarındır. Çəkidə biraz çəkməyə də bilərsən. İçki içirsən və siqaret çəksən? Yox. Hal-hazırda yox, amma siqaret uşaqlıqda yoxlamışdım. Onu da atım tutmuşdum mən görə. Amma içki içməmişəm. Heç vaxt içmərəm də. Çünki içki mənim böyük düşmanımdır. Qaqa, TikTokda sən izləyirəm, sən niyə öz dodaq qara ürəklə bağlayırsan? Salam mənə verim. Uşaqlar, çünki dodağın videoda pis düşür. Quruzda olanda hansı mahnıya qulaq asırsan? Quruzda olanda deyim də.
Seçtim bomba kimi. Uşaqlar, bir videomuzun daha sonuna gəldik. Bir videomuzun daha sonuna gəldiğində də mən çox sevirəm. Bir də öz Zafer belə bu qayda. Videomuzun sonuna gəldik uşaqlar. Sevirəm sizləri. Çox yaxşı varımsınız. Ürəyimsiz. Və hal-hazırda evimizi dəyişmişik də görürsünüz də. Telefonda dəyişmişəm çünki XS çox pis şirdi. Bu. Yəni bilin ki, mənim kompüterim var. Bundan mouse'um. Bu da açqın gətirmişdim ki, videoda açıq taxardım. Burası da pis görükdü deyə taxanmadım. İnşallah əlimdəki yay paltarıdır. Burası yay hələ gəlməyib. Neyse, videomu bağlayıram. Görüşərik inşallah. Sağ olun, salamat qalın. Yeni videolarla görüşmək üzərilə. Sağ olun. Kompüter. 1, 2, 1, 2.